Ramazanın kitabçasını yoxlayırıq. 9 sinif buraxılış imtahan kitabçasının. Görək neçə dənə düzü var. 57-ci sual. Kitab onda bir düz yazırsan, əladır. 58-ci sual. Bu da B variantı. Düz yazırsan, əladır. 59. Y bəndi 75-dir, düzdür. Əhsən. 60-cı sual. B bəndidir, bu hesablamadır. Bunu da düz yazırsan. Sonra 61-ci sual. Bu çox ədlərlə bağlıdır. Müxtəsər məqsud A bəndi düz yazırsan. 62-ci sual. B bəndi 36 düz yazırsan. Halalı sənə. Əhsən. 63-cü sualda burada bir ədlər dekslər aparıbsan. C bəndi burada düz yazırsan. 64-cü suala baxaq. Bu da təhlilər sistemidir. Y bəndi bir dəfəli ilə 4 y çıxı x'i düz yazırsan. Əhsən. Sonra 65-ci sual. Bu parça ilə bağlı sualdır. Əla. Nə yazırsan bura? 4 yazırsan da düzdür. 4 yazırsan bura. Bir danış da biraz sevinç həyəcanı olsun. Bütün sualları düz yazıb hələ ki. Deməli 65-də cavab 4-dür. Düz yazırsan. 66 qrafikdir. KX-dir. Oradan kanı tapsan YX-ə bölürsən. Əla. K bucaq əmsalı soruşur. Bucaq əmsalda K-dır. 2-dir. Düz tapırsan. Əhsən. Əkop. Hasil düsturdur. Əbubla əkop düsturdur. 67. Cavab D-dir. Vurursan da 1.32, 68-də. Əla. D-bəndi. Əhsən. Hələ ki düz gedir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə sualın düz gedir. 68 ölçüləri, mən bunları yoxlamışam, əzbər bilirəm bunların cavabları. Deməli, paragrafın tam səhəti Y bəndi düz yazırsan, əhsən, halaldır. 69 C bəndi düz yazırsan, çevrə ilə bağlı. Görsən, oxuyan uşaq belə olur. Oxumaq lazımdır. 70 düz yazırsan, A bəndi kvadratla bağlı, topluda oxşar sual vardır buradan. Əhsən, düz yazır. 71-ci sual. D bəndidir, bunu da düz yazırsan, maladız. 72-ci suala baxaq. Bu da açıq sualdır, məsafəni soruşur. Bu da cavab neçədir? 5 yazırsan, düz yazırsan, əhsən. 25-i də düz yazırsan, 25-də 100 manat mükafat. Oxumaq lazımdır. Nəticəni gözləyəcək də, görək 100% nəticə dilindən necə gələcək. Burada hələ ki, düz yazır. 73. 1,5, əhsən, halaldır. Bunda düz yazırsan. 74. Bərabər yanlış uzaqdır, cavab 6-dır. Bunda düz yazırsan, maladız. Görürsən. Hələ ki, düz getirik. 75-ci sualdır, köklə bağlıdır. Bunun oxşarı topluda vardır. Bu da düzdür, əhsən. 76-cı sual. Deməli, burada neçədir? Müxtəsər bilmə düsturudur. Hesablayıbsan. 16-da düzdür. Əhsən, halaldır. 77. Deməli, bunu da düz yazırsan, 10-dur da bu, bəli, bu da düzdür. Qapalı açıq suallar hamısını düz yazıb. Keçdik buradan 78. 4 dənə ətraflı sualdır, əsas bu suallardır, 2 qata vurulan. Deməli, burada 8 saat, ikisi birlikdə 8 saatdırsa, biri digərindən 12 saat tezdirsə, birinə x qoyubsan, birinə x plus 12, düz gedibsən, tənliyi düz qurubsan, 1 bölü x, 1 bölü 8-də 1. Kvadrat tənlikdən kökü düz tapırsan, o bir mənfi kökdür. Əla, əhsən. Maraqlı suallar buradadır. Nisbətən çətin suallar bunlardır. Əsas elə bu sualları yazmaq lazım. Çünki bunlar çox bal verir. 79. Düzbucaqlıdır, diagonaldır, tən bölən verir, yarıya bölüb tərəfi. Perimetri soruşur, 24. Düz yazırsan, halaldır. 80-ci sual. Bu maraqlı suallardır. Burada uşaqların çoxsunun, fənər məsələsi. Uşaqlar çox uşaqlıqdan burada istifadə eləməyib. Amma sən bunu tangi salfə ilə gelirsən, qarşı kat edə, bir şey kat edə. Bu da bir xüsusi usuldur. Əla düz yazırsan. Sən oxşarlıqla gelməyirsən də bunu. Əslində bura 150-dir, burada x-dir. 150 bölünsün 150 plus x bərabərdir. Bu neçədir? 30-un 48-ə nisbəti tənasibdən oradan. Yəni o da 90 çıxır. Burada da sən tangi salfə ilə tapırsan, tangi salfaları bərabərləşdirirsən, yenə gəlib həmin oxşarlığın qaydasına çıxır da tənasibdən. Deməli, cavabını alırsan 90, x-i soruşur da. Nə soruşur burada? Qələmin kölgəsi arasındakı məsafəni 90-dır. Əhsən, halaldır, görürsən, bunu düz yazıb. 81 nədir? 22 şagirddən, bu da çoxluqla bağlıdır. Orada Euler Venn diaqramlarını çəkmişdim. Burada tənliyi düz gedirsən. Məsələn, birləşmə həm rus dilinə gedən, həm ingilis dilinə gedən yazılır da burada, düzdür. İkisi birlikdə birləşmədir, 22 nəfər, düzdür.
Burada R yazmışsan, yəni Rusca ingilis dili. Fərqi də yazmışsan, burada qeyd edibsən. Biri digərindən nə qədər çoxdur? 7, yox. 3 nəfər. Birini x qoyursan, birini x plus 3 düz yazırsan. İkisinə də gedən kəsişmədir. 7 nəfər ayla birinin kəsişməsi. Riyaziyyatla ingilisin kəsişməsi n düzdür. 7 nəfər. X plus 3 plus 7 birləşmənin üstünü yazırsan. Düz yazırsan. Təmizdən də x-i 6 tapırsan. Orada da 3-ü gəlməlisən 9. Halaldır. Yəni bura belə yazıbsansa, bu ətraflı sualların cavablarını hara yazırsan? Bu arxa yazırsan. Bu düzdür. Deməli birinci dediyim kimi birinci buradan 78'i buradaki kimi düz yazırsan, tənli düz vurursan 79. Buradan da düz cavabını düz yazırsan, elə orada olanları burada yazırsan da. İndi orada cavab kartında belə qısa yazmışdım, bəziləri qısa yazırsan, yoxsa ətraflı yazırsan orada? Orada ətraflı yazman lazım ki, tam bal verirsin. Çünki bu suallar ətraflı suallardır. Adından da məlumdur ki, yəni sualın həllini biraz geniş yazmalısın, ətraflı. 86. Deməli, burada 86'ın da kimi düz yazırsan, burada 80, yox 80 deyil, 86 yox 80 idi bu. Düz yazırsan 81, burada düz yazırsan, burada necə var elə də yazırsan. Sən 25 sualın 25'ini düz yazıb, alqışlamaq lazımdır. 25 dənə sual, 25 sual elə belə deyil, 25'ini düz yazıb. Halaldır, əhsən, təbrik edirəm səni. İnşallah nəticən də 100% çıxır. 100% çıxar. 100% çıxsa 100 manat sənin mükafatın hazırdır. 100 manat sənə mükafat verəcək. Sənə halaldır, sən əziyyət çəkibsən həqiqətən. Sənin savadın, biliyin, bazarlığın bəhrəsidir. Eyni ilə biz necə lazımdır əziyyət çəkmişik və